Bir nəfər varmış, deyirmiş ki, mən imam zamanı istəyirəm. Bütün günü deyirmiş, ağa, mən səni görmək istəyirəm. Var da belə adamlar, yaxşıdır da adam istəyər. Yapışıb ki, mən səni görmək istəyirəm. Orada namaz qılır, burada dua eləyir, ora gedir, bura gedir. Axır neçə müddətdən sonra İmam Zaman yatır, görür ki, İmam Zaman zuhur eləyib. İmam buna deyir ki, gəl. Deyir, nə yaxşı, mən səni axtarırdım. İmam deyir, sənin evin var, o evin haram qarışıb o evə. Onun puluna sat evi, cəmaatın haqqını qaytar. Bu qalır belə. Ondan sonra deyir, malında filan qədər xums var, onu çıxart verir. Deyir, dedikcə imam, nauzubillah, əstəğfirullah, bu yuxudan büs necə ayılır? Qışqırır ki, oğru gəlib deyir, ayılır. İmam Zamanın timsalında oğru görür, kim onun malını əlindən alır, nəyin əlindən alır. Nəyin nəticəsidir? Özünü hesaba çəkmədən imam gözləmək. Özü hesaba çək, özü təmizdə imam gələcək. Dalıca heç qaçmaq da lazım deyil.